وَإِذْ نَجَّيْنَاكُمْ مِنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ يُذَبِّحُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ وَفِي ذَلِكُمْ بَلَاءٌ مِّنْ رَبِّكُمْ عَظِيمٌ. Ey İsrail oğulları, yadınıza getirin o vaxtı ki, Firon əhli sizə ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı kəniz etmək məqsədi ilə, yəni qadınlarınızı sağ buraxdıqları zaman biz sizi onların əlindən xilas etdik. Bu sizdən ötürü Rəbbinizin tərəfindən böyük bir imtihan idi. Və şərhə baxırıq. وَذْكُرُوا يَا بَنِي إِسْرَائِيلَ حِينَ أَنْقَذْنَاكُمْ مِنْ أَتْبَاعِ فِرْعَوْنَ. Ey İsrail oğulları, sizi Fironun tərəfdarlarından xilas etdiyimiz vaxtı xatırlayın. اَلَّذ۪ينَ كَانُوا يُضِيقُونَكُمْ أَصْنَافَ الْعَذَابِ حَيْثُ يَقْتُلُونَ أَبْنَاءَكُمْ ذَبْحًا حَتَّى لَا يَكُونَ لَكُمْ بَغَاءً. Yəni onlar sizə əzabın müxtəlif növlərini daddırır, nəsilləriniz davam etməsin deyə oğullarınızı boğazlayaraq öldürür. وَيَتْرُكُونَ بَنَاتِكُمْ أَحْيَاءً حَتَّى يَكُنَّ نِسَاءً لِيَخْدِمْنَهُمْ. Qızlarınızı isə sizləri daha da alçaldmaq və təhqir eləmək üçün xidmətçi olsunlar deyə sağ buraxırdılar. Yəni orada im'anən fil idlalikum və ihanetikum və fi incaikum min batşin firavuna və etba'ihim ihtibarun azim min rabbikum leallekum teşkurun. Yəni həmin bu izlal, yəni zəlil olmaq, ihanə, alçalmaq üçün yəni sağ buraxırdılar. Sizi Fironun və tərəfdarlarının zülmündən xilas etməyimizdə Rəbbiniz tərəfindən böyük bir imtihan, yəni bir sınaq var idi. Bəlkə şükür edəsiniz. Sonra növbəti ayədə Allah Subhanahu Teala buyurur: وَإِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ فَأَنْجَيْنَاكُمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَأَنْتُمْ تَنْظُرُونَ. Növbəti ayətdə yadınıza salın ki, biz sizdən ötürü dənizi yarıb sizə nicat verdik və Fironun adamlarını siz baxa-baxa suda qərq etdik. Və təfsirdə buyurur, 50-ciyə baxaq. وَذْكُرُوا مِنْ نِعَمِنَا عَلَيْكُمْ أَنْ شَقَقْنَا لَكُمُ الْبَحْرَ فَجَعَلْنَاهُ طَرِيقًا يَابِسًا تَسِيرُونَ فِيهِ. Yəni sizin üçün dənizi yarıb onun içində yeriyə biləcəyiniz quru bir yola çevirməyimizlə sizə bəxş etdiyimiz nimətlərimizi xatırlayın. وَأَغْرَقْنَا عَدُوَّكُمْ فِرْعَوْنَ وَاتْبَاعَهُمْ أَمَامَ أَعْيُنِكُمْ وَأَنْتُمْ تَنْظُرُونَ إِلَيْهِمْ. Yəni beləliklə biz sizi xilas etdik. Düşməniniz Fironu və onun tərəfdarlarını isə gözlərinizin önündə siz onlara baxa-baxa dənizdə batırdıq. وَإِذْ وَاعَدْنَا مُوسَى 40 لَيْلَةً ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمُ ظَالِمُونَ.
ثم عفونا عنكم من بعد ذلك لعلكم تشكرون. Xatirinizə gətirin ki, biz Musaya yəni 40 gecəlik vədə vermişdik. Harda? Yəni Tur dağında vəhiy üçün 40 gecəlik vədə vermişdik. O Tur dağına gedəndən sonra siz buzovu özünüzə tanrı etdiniz, ilah etdiniz. Və bu hərəkətinizlə, yəni Allahdan başqasına ibadət etməklə zalim oldunuz, özünüzə zülm etdiniz. Növbəti ayədə ki, sonra da sizi əfv etdik ki, yəni tövbə etdiyiniz üzrə əfv etdik ki, bəlkə şükr edəsiniz. Və şərhdə buyurur, 51-52-yə baxaq. وَذْكُرُوا مِنْ هَذِهِ النِّعَمِ مُوَاعَدَتَنَا مُوسَى 40 لَيْلَةً لِيَتِمَّ فِيهَا إِنْزَالُ التَّوْرَاةِ نُورًا وَهُدًى ثُمَّ مَا كَانَ مِنْكُمْ إِلَّا أَنْ عَبَدْتُمْ الْإِجْلَ فِي تِلْكَ الْمُدَّةِ وَأَنْتُمْ ظَالِمُونَ بِفِعْلِكُمْ هَذَا. Yəni həmçinin bu nemətlərdən biri də, yəni bunu da xatırlayın ki, biz içində nur və hidayət olan Tövratın nazil edilməsini tamamlamaq üçün, yəni kamilləşdirmək üçün Musa ilə 40 gecəlik vədələşmişdik. İndiki Tövrat bilirsiniz də, yəni dəyişilib. Yəni əvvəl, yəni Allah Teala bunu kamilləşdirmək üçün vədələşib. Sonra siz həmin müddət ərzində buzova sitayiş etdiniz və bu əməlinizlə özünüzə zülm edənlərdən oldunuz. Baxın, subhanallah qardaşlar, yəni öz peyğəmbərləri 40 günlük Allahla rabitə qurmağa gedib, danışmağa, yəni Allah Teala vəhy göndərəcək. Yəni bunlar necə Azərbaycanlılar demişlər, bu hay-hayda yəni buzovu düzəltdilər. Qızılları yığıb, əridi, buzov düzəldib, başladılar ona sitayiş eləməyə. Subhanallah, bu Yahudilərin necə insan olmaqlarını Allah Teala bizim diqqətimizə çatdırır. Və 52-ci də deyir ki, ثُمَّ تَجَاوَزْنَا عَنْكُمْ بَعْدَ تَوْبَتِكُمْ فَلَمْ نُؤَاخِذُكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ اللّٰهَ بِحُسْنِ عِبَادَتِهِ وَطَاعَتِهِ. Sonra tövbənizdən sonra sizi əfv etdik və sizi cəzalandırmadıq ki, bəlkə Allaha gözəl şəkildə ibadət və itaət etməklə şükür edəsiniz. وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوبُوا إِلَى بَارِئِكُمْ فَاقْتُلُوا أَنفُسَكُمْ ذَلِكُمْ خَيْرٌ لَكُمْ عِنْدَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ. O vaxtı da xatırlayın ki, Musa öz qövmünə, ey qövmüm, siz buzova sitayiş etməklə həqiqətən özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf, yəni xaliqinizə tərəf üz tutaraq tövbə edin. Özünüzü öldürün, yəni buzovu tanrı bilən adamlarınızı öldürün. Onlarda tövbənin qaydası o vaxtı bu cür idi. Belə etməniz xaliqinizin yanında sizin üçün xeyirlidir demişdi. Yəni Allah Subhanahu bu sözləri demişdi. Və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə o tövbələri qəbul edən və bağışlayandır. Deməli şərhə baxırıq.
Deməli 54-də 53-ü düz oxumadıq, sonra qayıdarıq yaxşı. İndi 54-də oxumuşuq. وَذْكُرُ مِنْ هَذِهِ النِّعَمِ أَنْ وَفَّقَكُمُ اللّٰهُ لِتَوْبَةِ مِنْ عِبَادَةِ الْعِجْلِ حيث قال موسى عليه السلام لكم إنكم ظلمتم أنفسكم باتخاذكم العجل إلها تعبدونه فتوبوا وارجعوا إلى خالقكم وموجدكم وذلك بأن يقتل بعضكم بعضا والتوبة على هذا النحو خير لكم من التمادي في الكفر المؤدي إلى الخلود في النار فقمتم بذلك بالتوفيق من الله وإعانة فتاب عليكم لأنه كثير توبة الرحيم بعباده. Bu nimetlerden bunu da hatırlayın ki Allah sizi buzova sitayiş etməkdən tövbə etməyə müvəffəq qıldı. O zaman Musa Aleyhisselam yani sizə belə demişdi. O zaman Musa Aleyhisselam belə demişdi. Siz buzovu ilah qəbul edib ona tapınmaqla özünüzə zülm etdiniz. Elə isə xaliqinizə və sizi yoxdan var edənə tövbə edib qayıdın. Bu tövbə isə bir-birinizi öldürməyinizlə, yəni onlar tövbənin növü oydu, yəni günahsızların günahkarları cəzalandırması ilə olar. Bu şəkildə tövbə etmək, yəni cəhənnəmdə əbədi qalmağa səbəb olan küfürdə israf etməkdən sizin üçün daha xeyirlidir. Yəni belə tövbə cəhənnəmdə əbədi qalmaqdan, hansı ki küfrünüzdə israf etməkdə sizin üçün daha xeyirlidir. Siz Allahın müvəffəqiyyəti və köməyi ilə bunu etdiniz. Yəni onlar etdilər doğrudan da. O da sizin tövbənizi qəbul etdi. Şübhəsiz ki o tövbələri çox qəbul edəndir, bəndələrinə qarşı rəhimlidir. Amma 53 qardaşlar gözümüzdən yayındı. 53'te وَاِذْ آتَيْنَ مُوسَى الْكِتَابُ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ ki Allah Subhanahu ki sizi yəni 52-ci ayda yəni başladım. Sonra deyir ki yəni Musaya kitab bir də yəni deyir xatırlayın ki biz Musaya kitab yəni Tövratı bir də Furqan yəni haqq ilə batili bir-birinə fərqləndirən yəni Furqan o deməkdir. Verdik ki bəlkə siz doğru yolda olasınız. Və burada da qısa وَذْكُرُ مِنْ هَذِهِ النِّعَمِ أن آتينا موسى عليه السلام التوراة فرقانا بين الحق والباطل تمييزا بين الهدى والضلال لعلكم تهتدون بها إلى الحق. Yani biz nimetlerden bu verdiğimiz bizim bu nimetlerden bunu da hatırlayın ki biz Musa'ya hakla batili birbirinden ayıran hidayet ile zəlalət arasında fərq qoyan Tövratı verdik ki belki onun vasitəsilə doğru yola yönələsiniz. Yəni 53-cü ayı gözümüzdən yaymışdı. Yaxşı, indi 55-ci ayətə baxaq. وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَنْ نُؤْمِنَ لَكَ حَتَّى نَرَى اللَّهَ جَهْرَةً فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَأَنْتُمْ تَنْظُرُونَ 55-ci ayətdə Allah Subhanahu ki və yadınıza salın ki, yəni xatırlayın ki siz ya Musa Allah'ı aşkar surətdə görməyincə heç vaxt sənə inanmayacağıq. Dediğiniz zaman gözünüz göre sizi ildırım vurmuştu. Baxın, yəni bunlar necə hədd aşıblar ki, özləri haqqında necə də yaxşı zənd olublar ki, yəni biz övliyayıq, Allah'ın sevimli bəndələriyik. Hətta bu iddiada olublar ki, Allah açıq aydın görününcə biz iman etməyəcəyik. Bu yine 55-ci ayetin tefsirine baxaq. وَاذْكُرُوا حِينَ قَالَ آبَاؤُكُمْ مُخَاطِبِينَ Musa aleyhisselam bir cüretin, yani atalarınızın Musa'ya aleyhisselama cesaretle, yani cesaret burada necə cesaret, yani saygı göstermeyerek,
göstərməyərək lən nu'minə ləkə həttə nərəllaha iyyənən lə yuhcəbu annə Allahı aşkar şəkildə aramızda heç bir hicab olmadan görməyincə sənə əsla inanmayacağıq deyə müraciət etdikləri vaxtı deyir, xatırlayın. Fəəxəzətkumun nəru əl-muhriqatu fəqataltukum və ba'dukum yanzuru ilə ba'd. Bunun ardınca siz bir-birinizi baxdığınız halda yandırıcı ateş, od sizi yaxalayıb məhv etdi. Ki, yəni ildırım. 56-cı ayətdə Thumma ba'athnakum min ba'di mawtikum le'allakum teşkurun. Bəlkə şükür edəsiniz deyə biz sizi sonra yenidən diriltdik. Yəni Thumma əhyəynakum ba'da mevtikum leallekum teşkurun Allah'a ala in'amihi aleykum bizalik. Yəni sonra ölümünüzdən sonra sizi yenidən diriltdik ki, bəlkə Allahın sizə bəxş etdiyi bu nemətə görə ona şükür edəsiniz. Və sonuncu ayətdə وَظَلَّلْنَا عَلَيْكُمُ الْغَمَامَ وَأَنْزَلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَى كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَمَا ظَلَمُونَا وَلَكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ. Yadınıza salın ki, səhrada, yəni Tih səhrasında yaşadığınız zaman üstünüzə buludla kölgə saldıq və ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin deyərək sizə qüdrət halvası və bildirçinə oxşar, tam bildirçindir, yəni bildirçin göndərdik, yəni bildirçinə oxşar quş göndərdik. Onlar, yəni sizin babalarınız isə bizə deyil, yəni itaətdən boyun qaçırmaqla bizə deyil, ancaq özlərinə zülm etmiş oldular. Bu müraciət, yəni Muhammed s.ə.v yəni devrində ki, Yahudilərə Allah təala bu cür vəhy göndərirdi ki, yəni siz belə olmusunuz. Və 57-ci ayətin şərhinə baxaq. Və min ni'minə aleykum ən ərsalna əs-səhabə yuzallilukum min harriş şəms ləmmə tuhdum fil ard. Və ənzəlnə aleykum min ni'minə şərabən hulvan misləl əsəl və tairan sagiran tayyibən ləhmi yushbihu əs-sümənə. Yəni sizə verdiyimiz nimətlərdən biri də budur ki, bu çöldə, yəni Sina çölündə azıb qaldığınız zaman sizi günəşin istisindən qorumaq üçün üzərinizə bulud göndərdik. Sizə bal kimi şirin bir içki, yəni mənnə və əti dadlı olan bildirçinə bənzəyən kiçik bir quş, yəni səlva endirdik. Və qulnə ləkum kulu min tayyibati ma razaqnakum və ma naqasuna şey'an bi cahdihim hadihi ni'am və kufraniha. وَلَكِنْ ظَلَمُوا أَنْفُسَهُمْ بِالنَّقْصِ حَظِّهَا مِنَ الثَّوَابِ وَتَعْرِيضِهَا لِلْعِقَابِ. Onlar sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin dedik. Onlar bu nemətləri inkar etməklə və nankörlük etməklə bizə heç bir zərər vermədilər. Lakin öz savab paylarını azaldıb, özlərini cəzaya məruz qoymaqla ancaq özlərinə zülm etdilər. Yaxşı, bu səhifədə kiçik bir faydalara diqqət yedirək.
Deməli, faydalardan min fəvaidil ayət İzamu ni'mallahi ni'amillahi ve kesretuha ala beni İsrail ve ma'a hâzâ lem tezidhum illa tekebburan ve inadan. Deməli, birinci fayda odur ki, Allahın İsrail oğullarına olan nemətlərinin böyüklüyü və çoxluğu, buna baxmayaraq, bu nemətlər onlarda təkəbbür və inatkarlıqdan başqa bir şey artırmadı. İkinci faydaya baxaq. Sa'atul hilmillahi Teala ve rahmetihi bi ibadihi ve in azmet zunubuhum. Subhanallahım. Deyir ki, bəndələrin günahları nə qədər böyük olsa da, Allah Subhanahu həlimliyinin, yəni səbirli olması, həlim nə deməkdir? Cəzada tələsməməsi. Cəzada tələsməməyə həlimlik deyirlər. Allahın həlimliyinin və rəhmətinin genişliyi. Deməli, üçüncü fayda. El-vahyu huvel feysalu beynel haqqı vel batil. Vəhy, yəni Allahın kəlamı, haqla batil arasında fərq qoyan nədir? Əsl bir meyardır, ölçüdür.